Ey insanlar, Allah ayı sizə tərəf gəlir, bərəkət, rəhmət və bağışlanmaq gətirir. Bu elə bir aydır ki, Allahın yanında ayların ən üstünüdür. Bu ayın günləri günlərin ən üstünüdür. Bu ayın gecələri də ən üstün gecələrdir. Bu ayın saatları da ən fəzilətli saatlardır. Bu əzəmətli bir aydır ki, bu ayda siz Allaha qonaq gedəcəksiniz. İlahi ziyafətə, qonaqlığa dəvət olunmusunuz. Allah sizi bu bir ayda qonaqlığa və ziyafətə dəvət edib. Və bu ayda siz Allahın yanında əzizsiniz, kəramətlisiniz. Sizin qiymətiniz çoxdur Allahın yanında. Deməyin, Ramazan gəldi, Ramazan getdi. Bu ayın adını hörmətlə çəkin. Deyin, Ramazan ayı gəldi. Mübarək Ramazan ayı gəldi. Bu ay hörmətli bir qonaqdır. Onun adını hörmətsiz çəkməyin. Hörmətlə qarşılayın və bilin ki, qarşıda böyük bir hadisə var, əzəmətli bir hadisə var. Özün özünə dinən ki, bugün Ramazan ayı gəlib. İmam Səccad əleyhissalam bu ayın hilalını görəndə belə deyərdi: İlahi, Ramazan ayı gəldi. Bu mənada deyir ki, Allaha xəbər verir ki, Ramazan ayı gəldi. Təbii ki, Allah bilir Ramazan ayı gəlib. Amma onu demək istəyir ki, ilahi, mən dərk eləyirəm hansı bir aya daxil olmuşam. Mən başa düşürəm ki, necə bir əzəmətli aya mən daxil olmuşam. Sonra dua eləyərdi: İlahi, mənə öz dostlarıma bu ayda nə qismət eləyəcəksən, hansı hədiyyələr hazırlamısansa dostlarıma, mənə də o hədiyyələri nəsib elə, o kəraməti qismət elə. Peyğəmbər ayın hilalını görəndə sevinərdi, şad olardı bu ayın gəlişinə. Və ona görə də insan otursun bu ay, bu gecə ayla söhbət eləsin, danışsın. Desin ki, sən mənim əziz qonağımsan, sənin gəlişinə sevinirəm və söz verirəm ki, bu bir ay ərzində sənin hörmətini sındırmayacam. Axı, ədəbli adam qonağını hörmətlə qarşılayar və hörmətlə yola salar. Sən də mənim əziz qonağımsan və sənin hörmətini sındırmayacam. Səndən mehriban davranacam və sənə hörmət və ehtiram eləyəcəm. Peyğəmbərdən hədis var, buyurur, qiyamətdə bir bəndəni çəkib cəhənnəmə tərəf apararlar. Peyğəmbər baxar, soruşar, hara aparırsınız bunu? Niyə bunu cəhənnəmə aparırsınız? Cavab gələr ki, bu Ramazan ayını görəndə sevinməyən, onu düşmən tutan adam idi. Odur ki, bunu cəhənnəmə aparır. O rəhmət Peyğəmbəri ki, qiyamət günündə bütün günahkarları dua eləyər, buyurur ki, mən də deyəcəm, mən üzümü yana çevirəcəm, deyəcəm ki, mən Ramazan ayını dost tutmayandan uzağam, ondan bizaram, ondan üz döndərirəm. Peyğəmbər qiyamətin günündə Ramazan ayını görüb sevinməyən, onu düşmən tutan adamlara düşmən olacaq. Qiyamət günündə hədisdə var, Ramazan ayı nurani surətdə gələcək məhşərə və oruç tutanlara şəfaət eləyəcək. Oruç tutan adamlara şəfaət verəcək qiyamətin günündə. Düzdür, orucun bir qədər çətinlikləri var. Xüsusən yay aylarına düşüb, biraz gün uzundur, biraz görürsən isti olur, amma Allahın bir müraciəti var Quranda. O müraciətin şirinliyi orucun acılığını unutturur insana. Oruc ayəsi var Bəqərə surəsində. Buyurur, ya əyyuhəl-ləzinə amənu. Bir alim deyirdi ki, elə bu müraciəti eşidəndə orucun çətinliyi mənim yadımdan çıxır. Yəni, ey iman gətirənlər, necə mehriban müraciət eləyir. Yəni, mən kiməm ki, sən mənə müraciət edirsən, ay Allah? Ya əyyuhəl-ləzinə amənu. Mehriban bir xitab başlayır. Ey iman gətirənlər, kutibə aleykumus-siyam. Oruc sizə vacib edildi. Kəma kutibə aləl-ləzinə min qablikum. Uşağı görürsən, həkimə aparırsan, uşaq qorxur, istəmir, onu yavaş-yavaş başa salırsan, ürəyini alırsan ki, görürsən, başqa uşaqlara da iynə vuracaqlar. Sən narahat olma. Allah da bizdən belə danışır. Buyurur, sizə oruc vacib edildi, keçmiş ümmətlərə də vacib idi. İnsan görəndə ki, bir başqası da həmdərddir ondan, dərdi biraz yüngülləşir. Nə var, 30 gün biz oruc tutacaq, Allah gör hansı dillə danışır. Sizdən əvvəlkilərə də bu orucu vacib eləmişdim. Dalıyca buyurur, لَعَلَّكُمْ تَتَّقُونَ. Bu sizin təqvalı olmaq olsun. Yəni, bunun xeyri sizədir, mənə yox. Oruç tutun ki, xeyri sizə olsun. Siz günahdan uzaq olasınız, təqvalı olasınız. Bunu deyəndən sonra deyir, yenə də şirin danışır. Deyir, bu müəyyən gündür. Yəni,
görürsən, elə həmin uşaq misalını çəksək, uşağa görürsən, məsələn, həkim dişini çəkir, deyirsən, az qalıb, çox çəkməyəcək, qutardı. Allah da belə deyir ki, 30 gün, bunun müəyyən bir müddəti var, əyyamən mə'dudat, sanki bizdən üzr istəyir orucu bizə vacib eləmək üçün. Əgər kimsə səfərdə olarsa və yaxud xəstə olarsa və yaxud başqa üzürlü səbəbi olarsa, oruc ona vacibdir. Dalınca buyurur, Allah sizə çətinlik yox, asanlıq istəyir. Şeyx Şuşləri rəhmətli bu ayəyə gələndə deyir, ilahi sən zəiflərə rəhm elirsən, zəif adamlara, xəstələrə, qocalara rəhm elirsən, deyirsən, oruc sizə vacibdir, ilahi mən qəbrə gedəndə zəif olacam, mən qəbrə gedəndə yorğun olacam, odur ki, mənə də qəbirdə rəhm elə, çünki sən zəiflərə qarşı rəhəmlisən, sən buyurursan ki, mən sizə ziyan yox, çətinlik yox, asanlıq istəyirəm, sən istəyirsən ki, bizə asan olsun. Allah bir mənəvi süfrə açıb bu bir ay ərzində və dəvət eləyib bizi. Özdə dəvətnaməni kim gətirib? Allahın ən sevimli bəndəsi İslam Peyğəmbəri. Müraciət eləyib ki, qəd əqbələ iləykum şəhrullah. Ay insanlar, orucluq ay sizə tərəf gəldi. Du'aytum fihi ila ziyafətullah. Sizi dəvət eləyirəm Allahın ziyafətinə. Allah mənəvi süfrə açıb və Peyğəmbərin göndərib ən əziz adamını. Get mənim mömin bəndələrimi mənim ziyafətimə dəvət elə. Elə bir Allah ki, ilin 12 ayın biz ondan üz döndəririk. O bizi çağırır, biz arxa çevirib gedirik. Biz ondan qaçırıq. Amma o dəvət eləyir. İlahi, sən məni çağırmısan, mən həmişə sənə arxa çevirmişəm. Sən mənə məhəbbət eləmirsən, mən səndən düşmənçilik. Sən mənə ruzu vermirsən, neymət vermirsən, mən neyməti yemişəm, güc qazanmışam, o gücü sənə günah eləməkdə sərf eləmişəm. O səndən düşmənçilikdir. Sən mənə məhəbbət eləmirsən, mən sənə isə qəzəb eləmişəm, səndən düşmən olmuşam, mən bilməmişəm, cahil bəndəyə rəhm elə. Mən başa düşməmişəm, amma indi çağırmısan, Ramazan ayında gəlmişəm sənin qapıya. Çağırır bütün günahkar bəndələri ki, gəlin mənlə dost olaq. Belə mehriban Allahdır. Deyirsən, bir elə, mən 100 min əvəz verim sənə. Sən niyyət elə xeyir iş görürüm, heç işi görmə, mən niyyətvə savab verim. Gecə gündüz rəhmət qapısını bizim üzümüzə açır, buyurur qiyamətdə sizə elə bir süfrə hazırlamışam ki, özünüz gəlib görəcəksiniz. Ki, ağıllar o süfrənin nə əzəmətli olduğunu dərk eləməz. Biz Allahı qoyub gedib şeytanla dostluq edirik, ömrümüzü ona itayətdə, onun yolunda xərcləyirik, onun axırı nədir? Onun axırı budur ki, Quran buyurur, qiyamət günündə şeytan öz dostlarını qoyub qaçar. Məni qınamayın bugün, özünüzü qınayın. Mənim üstümə yıxmayın günahlarınızı, mən sizi ancaq dəvət elədim, özünüzü qınayın. Biri var belə vəfasız dostla dost olasan, biri var Allahla dost olasan ki, buyurub sən mənim dostluğum yolunda bir zərrə addım at, mən 100 min əvəzini qiyamətin günündə sənə verim və bu ayda savab süfrəsini açıb bizlər üçün. Hədisdə həmin o Şabaniyyə xütbəsindəndir. Buyurur, kim bu ayda bir vacib namaz qılsa, məsələn, zöhr namazı, sübh namazı, vacib namaz. Kim bu ayda bir vacib namaz qılsa, başqa ayda qıldığı 70 vacib namaza bərabərdir. O qədər savab yazılacaq. Alimlər deyir ki, namazımız qəbul olmasa da, gündəlik namazımız, amma yenə də o savabı bizim namə əməlimizə yazacaqlar. Hətta namaz qəbul olmasa belə, savabı qeyd olunacaq. Buyurur, vacib namaza 70 vacib namazın savabı var. Ona görə bizə deyirlər ki, kimin boynunda qəzası var? Keçən illərdən qəza namazları var. Ən azı günə bir gün qəza namazı qılsın. Buyurur, kim namazı yüngül sayıb ölsə, Peyğəmbər buyurur, and olsun o Allaha ki, mənim canım onun əlindədir, o mənim dinimdə ölməyib. O adam ki, onun boynunda namaz qalıb ölür, and olsun buyurur o Allaha ki, mənim canım onun əlindədir, o mənim dinimdə ölməyib, müsəlman ölməyib. Çalışın namazlarınızın kəsirlərini bu ayda düzəldin. Çalışın namazları, yavaş-yavaş boynunuzda olan qəzaları qılın, qutarın. Ən azından budur ki, ölüm də gəlsə Allaha deyəsən, ilahi, mən qılırdım bu qəzaları. Xüsusən Ramazan ayında və çox yaxşıdır ki, Ramazan ayında insan cəmaat namazında çox iştirak eləyə, bu savablar çox artır. Bir vacib namaz 70 namazdırsa, cəmaat namazının savabı daha artıqdır.
Və hədisdə buyurur Peyğəmbər ki, bu ayda kim müstəhəbbi namaz qılsa, məsələn, 2 rükət namaz qılır, müstəhəbbi, vacib olmayan namaz, əlavə namaz, ya hədiyyə namazı qılır Peyğəmbərə, əleyhissalama, xanım Zəhraya, istənilən dünyadan köçən adama. Kim bu ayda bir müstəhəb namaz qılsa, başqa ayda qıldığı vacib namaz qədər savabı var. Hədisdə var, vacib namazın, müstəhəb namaza fəziləti Peyğəmbərin ümmətinə fəziləti kimi. Peyğəmbər ümmətindən nə qədər fəzilətlidir, vacib namaz müstəhəbbə baxanda o qədər fəzilətlidir. Ramazan ayında müstəhəbbi namazın əvəzində vacib namazın savabını verərlər. Buyurur, kim bu ayda bir ayə Qurandan oxusa, onun üçün bir Quranı xətm eləmək savabını Allah yazar. Elə bil başqa ayda bir Quran xətm eləyib, onun savabını bir ayə Qurana, bu ayda oxunan bir ayə Qurana Allah verər. Məsələn, deyəsən, Qul huvəllahu əhəd, bu bir ayədir. İnna ənzəlnahu fi leylətil qədr, bu bir ayədir. Elhamdülillah Rabbil aləmin, bu bir ayədir. Bu bir ayənin savabı elə bil Quranı bütün xətm eləyib. Yəni, bu qədər savab verirlər. Odur ki, insan yaxşı olar ki, deyirlər, sübh namazında, o başdanla iftarda Qədr surəsini oxuyadır. Kim bu surələri oxusa, bunların arasında ölsə, dünyadan köçsə, elə bil qanına boyanmış şəhid kimidir. Bu 2 vaxtda Qədr surəsini insan oxusa, bu ayda yuxuvuz ibadətdir. Oruç tutan adam yatırsa, Allah savabı saxlamır. Yatmağına da ibadət savabı yazır. Nəfəsüz təsbihdir bu ayda. Hər nəfəs çəkib verməyimizə Allah zikir savabı yazır naməyə əməl üzə. Yəni nəfəs verməyə, nəfəs almağa da savab yazılır bu ayda. İftar vermək, bir möminə iftar vermək. Elə bil ki, bir orucun savabına əlavə yazırlar. Mən bugün bir adama iftar vermişəmsə, həmin günün onun orucunun savabını da mənə yazırlar, ondan da heç nə əskilmir. Onun savabı da öz yerində qalır, amma onun savabı qədər də əlavə mənə də savab yazırlar. Və buyurdu ki, Peyğəmbər buyurdu, kim bu ayda oruç tutan bir möminə iftar versə, Allah onu bağışlayar və əzabdan azad eləyər, bütün günahlarını bağışlayar. Sahabələr dedilər ki, ya Rasulallah, vəziyyətlərini də bilirdiniz də o zaman necə vəziyyətdə idilər, fəqir idilər. Dedi, ya Rasulallah, bizim buna gücümüz çatmaz. Bizim imkanımız çatmaz ki, biz möminə iftar verək. Bəs bu savaba necə nail olaq? Buyurdu ki, bir xurma qədər, bir xurma iftar versiniz, xurmanın yarısı qədər iftar versiniz, bu savaba çatarsınız. Bir içim su versiniz, bu savaba nail olarsınız. Əlbəttə, imkansız adama aiddir. O ki, imkanı var iftar verməyə, iftar versin. İmkanı yoxdursa, bir içim su ilə və yaxud bir xurma ilə də iftar versə, Allah onu bağışlayar. İftar vaxtı çatanda, elə ki, iftar vaxtıdır, mömin oturub iftar eləməyə, Allahdan nida gələr, mən ətmə ətiyyəbə rihəkə və ravhək. Deyər, sənin nə gözəl ətirin var, ay mənim mələklərim, şahid olun mənim mələklərim ki, mən onun günahlarını bağışladım. Hər iftarda Allah minlərlə insanı cəhənnəm əzabından azad eləyər. Və bu bir süfrədir ki, bizim üzümüzə açılıb bu ayda. Deyirlər, bilirsiniz, Allah savabları, yəni namazın, orucun, əməllərin savablarını niyə bu dünyada vermir insana? Düzdür, məsələn, bəzi əməllərə görə dünyada da biraz mükafat var. Amma əməlin əvəzi qalır qiyamətə ona görə ki, buyurur ki, Allah bütün dünyanın hamısını insana versə, namazının bir rikətinin əvəzidir, bir təkbirinin əvəzidir. Namazın qiyməti dünyadan qat-qat çoxdur deyə Allah dünyada əvəz tapa bilmir versin insanın əməlinə. Ən bədbəxt adam o adamdır ki, bu ayda Allah onu bağışlamayar. Ay gələ-gedə ən bədbəxt insan o insandır ki, Ramazan ayından sonra Allah onu bağışlamayar. İnşallah bu ay ayrılanda bizdən, inşallah ümidimiz budur, Allahdan istəyirik ki, bu aydan ayrılanda anadan doğulmuş uşaq kimi pak olaq, günahdan təmizlənə inşallah ki, bu vədəni, bu sözü Allah bizə verib və Allaha da yaraşmaz, söz versin sonra eləməsin. Allah vədə veribsə, inşallah vədəsinə də əməl edəcək.